Salam hər kəsə dostlar, necəsiz? Nə var, nə yox? Ümid edirəm ki, yaxşısınız. У нас сегодня с вами третий урок русского языка. Русский язык до автоматизма. Rus dilini avtomatizmə mənimsəmək dərslərinə davam edirik. Bugün bizim sizinlə 3-cü dərsimizdə artıq. Bu mövzu biraz qəliz mövzudur, çətin mövzudur. Ona görə də bu mövzu çox güman ki, bir neçə dərs davam edəcək. Ümid edirəm ki, bu sizi yolunuzdan etməyəcək, deyim. Başlayaq. Başlamadan öncə sizinlə paylaşmaq istədiyim bir məqam var. Əgər sırf bu videodan gəlmisinizsə, xatırlatmaq istəyirəm ki, burada birinci dərsin davamı, praktikası və ikinci dərs praktikası ilə birgə mövcuddur. Tövsiyə edirəm ki, bunları dinləyəsiniz. Yükləyib izləyə bilərsiniz, yolda izləyə bilərsiniz, yolda gedə-gedə baxa bilərsiniz. Əsas odur dinləmək, dinləyə bilərsiniz. İstəyirsinizsə yükləyin, hətta audio format olaraq yükləyin və dinləyin. Praktikaları dinləməyi tövsiyə edirəm ki, qulağınız rus dilini təkrar eşitsin, dinləmiş olsun, beyin siz danışmağa çalışanda sizə yardımcı ola bilsin sonra. Dərs 3. Настоящее время, indiki zaman. Şəxsi əvəzlik və feil. Личное местоимение plus глагол. Feilin şəkilçisi, feilin şəxs sonluqları. Yəni, sprijение глаголов. Feilin şəxs sonluqları var. Bu sonluqlar hərəkətin kim tərəfindən icra olunduğunu göstərir. Yəni, zaten Azərbaycan dilində də bu var. Məsələn, sən oxuyursan, mən oxuyuram, o oxuyur. Yəni, Azərbaycan dilində də bunlar mövcuddur. İndi bizə rus dilində olanlar lazımdır. Həmin sonluqlar dəyişir. Təbii ki də, şəxsə görə. Keçən dərs biz sizinlə belə bir qayda ilə tanış olduq. Bu, rus dilində belə qayda yoxdur. Mən bunu sizə asan olsun deyə də belə izah elədim. Amma bugün rus dilindəki qayda ilə davam edəcəyik. Ki, daha, necə deyim, dərindən başa düşə biləsiniz deyəni. Deməli, həmin sonluqların dəyişməsi rus dilində sprijение adlandırılır və ikiyə bölünür. Yəni, первое sprijение, второе sprijение. Yəni, birinci sprijение və ikinci sprijение deyə bir şey mövcuddur. Yəni, первое и второе sprijение var. Yəni, birinci və ikinci sprijение. Hər birinin özünə aid sözləri var və ona görə sonluq dəyişir. Yəni, birinci sprijeniyanın, первое sprijение, birinci sprijeniyanın öz sözləri var. Həmin sprijeniyə aid olan sözlərin sonluqları şəxslərə və saylara görə eyni hərflə, eyni saytla olur, belə deyim. Saytdır, eyni olur. İkinci sprijeniyə də aid öz sözləri var. Onların sonluqları ayrı olur. Yəni, sonluğundakı sayt başqadır, belə deyim. Feilin şəxs sonluqları. Feilin şəxs sonluqları, yəni birinci və ikinci sprijeniyə aid olması feilin məsdər şəkilçisindən asılıdır. Məsdər şəkilçi bizdə olduğu kimi rus dilində də var. Və əvəzliyin üç şəxsdən birinə aid olmasından və tək yaxud cəm sayda olmağına görə dəyişir. Bizdəki kimi zaten, yəni Azərbaycan dilindəki kimi. Mən oxuyuram, biz oxuyuruq. Fərqli bitirdə, yəni şəkilçisi fərqlidir. Sən oxuyursan, siz oxuyursunuz, dəyişdi. O oxuyur, onlar oxuyurlar. Məsələn, indi Azərbaycan dilində cins yoxdur deyənə o olur, amma rus dilində on, ano. A few moments later. On, ana, ano. Özümün yadından çıxaracağım rus dilini ağırda. Deməli, Azərbaycan dilində məsdər şəkilçilər mak, mek. Bunlardır. Rus dilində isə məsdər şəkilçilər ать, еть, ить. Bunlardır. Ать, еть, ить. Bunlara görə biz ayıra bilirik ki, kimə aiddir. Yəni, söz kimə nədir? Bu şəkilçilərin köməyi ilə biz sözləri ayırt edə bilirik ki, hansı sprijeniyə aiddir bu söz. Yəni, onun sonluğunda biz hansı hərfi yazaq. Deməli, ать, ять, еть şəkilçiləri ilə bitən sözlər birinci sprijeniyə aid sözlərdir. Yəni, ать, ять, еть, ot da var. Yəni, it şəkilçisindən başqa bütün şəkilçilər sözü birinci sprijeniyə aid olduğunu göstərir bizə. Birinci sprijeniyə aid olduğunu göstərir. Ать, ять, еть. Bu sonluqla, yəni bu şəkilçi ilə bitən sözləri görürüksə, ать, ять, еть, ot şəkilçiləri ilə bitən sözləri görürüksə, bu birinci sprijeniyadır. Bu səbəbdən də sonluğunda olan sayt uyu
və yaxud ye, yo olacaq. Ut, yut, yem, yeti, yoti. Əsas odur ki, sait u, yu və yaxud ye, yo olacaq. Əvəzliyin şəxsinə və sayına görə belə dəyişəcək. Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs. Birinci şəxs kimdir? Mən, biz. Ya, mı. Bu birinci şəxs. Ya, mı. Ya tək saydadır, mı cəm saydadır. İkinci şəxsə kim aiddir? Ты, вы. Yəni sən və siz. Sən tək saydadır, ikinci şəxs tək sayda, вы ikinci şəxs cəm sayda. Və üçüncü şəxs olur tək sayda. On, ana, ano, cəm sayda ikinci şəxs, cəm sayda ani. Deməli, bizi indi maraqlandıran birinci şəxs tək sayda ya. Sonluğu u, yu olur. Sonluğu u, yu olur bu sözlərdə. Baxın, pisать, вдохновлять, греть. Pisать yazmaqdır, вдохновлять ilhamlandırmaqdır, греть isitməkdir. Ya sözünü gördüksə, dərhal ağlımıza u, yu gəlməlidir. U, yu. Niyə u, yu? Çünki pisать, вдохновлять, греть. Burada biz nə görürük? Ать, ять, греть. Nəylə bitir? Açla. Nəylə bitir? Yatla. Nəylə bitir? Yetlə. Deməli, bu hansı sözdür? Birinci sprijeniya aid sözdür. Birinci sprijeniyada hansı sait ola bilər? U ola bilər, yu ola bilər, ye ola bilər, yo ola bilər. Amma birinci şəxs tək sayda u, yu olacaq. Yəni, ya gördüksə və açla, yetlə, yatla bitən oç da ola bilər. Oçla bitən sözləri görürüksə, ya u olacaq, ya yu olacaq. Onu da ki, pişu demək, tələffüzü bizə zaten tələffüzlə eləyəndə biləsiniz ki, düz gəlmir. Yəni, məsələn, pişu, pişu, yu qoysaz pişu deməlidir. O da elə söz yoxdur, yəni səslənəndə belə gəlmə səslənir. Ona görə də ya pişu, ya pişu, yəni mən yazıram. Я вдохновляю, я вдохновляю, я вдохновляю, yəni mən ilhamlandırıram. Bura u qoya bilmirik. Ya вдохновляю, 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 вдохновляю sözü yoxdur. Я грею, я грею, я грею. Mən isidirəm. Deməli, bu birinci şəxs tək sayda. Ya. Açla, yatla, yetlə bitəndə u, yu. Birinci şəxs cəm sayda. Mı. Yəni biz. Sonluğu yem, yom. Deməli, aç, yat, yet, oç şəkilçilərini gördük. Söz birinci sprijeniya aid. Bəziləri belə bir matrisaya baxırsınız. Bura bir şey qoyacağım matrisadan. Matrisa. Aha. Aç, yat, yet, oç birinci sprijeniyadır. Deməli, sait u, yu, ye, yo ola bilər. Saitdən söhbət. Birinci şəxs tək sayda. Ya. U, yu. Birinci şəxs cəm sayda. Mı. Yem, yom. Yem, yom. Deməli, мы пишем. Yem, yəni. Мы пишем. Мы пишем. Мы вдохновляем. Мы греем. Yomla da olan sözlər olacaq. Hansı ola bilər? Öndə olacaq. Misal çəkəcəm. Мы греем. Deməli, birinci şəxs tək sayda. U, yu. Birinci şəxs cəm sayda. Yem, yom. Sözlərin məstər şəkilçisinə fikir vermək lazımdır. Mütləq. Mütləq. Burada başqa şəkilçi olsa, bu başqa sprijeniya aid olmuş ola bilər. Onda da fərqli olacaq salıqlar. Deməli, devam edir. Birinci şəxs tək sayda u, yu. Birinci şəxs cəm sayda yem, yom. İkinci şəxs tək sayda kim idi? Ты, вы. Ты, вы. Yəni sən, siz. İkinci şəxs tək sayda olanda ты. Ешь, ешь. Ешь, ешь. Deməli, ты пишешь. Ты вдохновляешь. Ты греешь. Ты пишешь. Ты вдохновляешь. Ты пишешь. Ты вдохновляешь. Ты греешь. Ешь. İkinci şəxs cəm sayda. Вы. Sonluğu. Yeti, yoti. Yəni biz nə demişdik?
Birinci sprijeniyə aid olduğu üçün Said u, yu, ye, yu olur. Said burada baxın. U, yudu, udu, udu, yudu. Udu, yudu. Yudu. Deməli, cəm sayda olanda nə demişdik burada? Hansı sayda ola bilər? Ye, yo ola bilər. Burada da nədir sayda olaraq? Ye, yo. Mı gəlir sadəcə. Yem, pişem, vдохновляем, греем. Ешь, ешь. Sayt nədir? Ye, yo. Burada da вы ете, йете. Sayt nədir? Yedi, yodu. Вы пишете. Вы пишете. Вы вдохновляете. Вы греете. Вы пишете. Вы вдохновляете. Вы греете. Yani вы пишете. Вы вдохновляете. Вы греете. Вы вдохновляете меня продолжать снимать эти уроки. Siz məni bu dərsləri çəkməyə davam etməyimə ilhamlandırırsınız. Вдохновляете. Вы вдохновляете меня. Вы вдохновляете. Siz ilhamlandırırsınız məni. Вы вдохновляете. Вдохновляете. Üçüncü şəxs tək sayda. On, ana, ano. Sonluğu yet, yot. Burada dəyişmir. Burada istər ona olsun, istər ana olsun, istər ona olsun. Он пишет. Она вдохновляет. Оно греет. Он пишет. Она вдохновляет. Оно греет. Üçüncü şəxs cəm sayda. Они. Ut, yut. Они пишут. Пишут düz gəlmir. Yəni tələffüzlə anlamı olur. Они вдохновляют. Они вдохновляют. Они вдохновляют. Они пишут. Они греют. Ют. Они греют. Yəni siz, məsələn, ani sözünü gördünüz mətndə, hər hansısa mətn, hər hansısa cümlədə. Sonra fe'lə baxın, mütləq. Fe'lə baxın, hansı fe'ldir? Məsələn, pisать, pisать, читать olsun, читать. Açla bitir, açla bitir. Aç gördünüz, aç gördünüz. Bilirsiniz ki, birinci sprijeniyadır. Ya o, yu, ya ye, yo olacaq. Orada məsələn cümlədə gördünüz ki, şəxsi əvəzlik anidir. Söz çitətdir, açla bitir. Ani, çita, yut. Üçüncü şəxs cəm sayda ut, yut. Ani, çita, yut. Ать, ять, еть, ot. Birinci sprijeniyadır. Avtomatik biz başa düşürük ki, u, yu, ye, yo olacaq. Fərqi yoxdur. Sonra hansı samit yanına qoşulur. U, yu, ye, yo. Sonra biz bildik ki, bu söz birinci sprijeniyadır. Sonra biz nə edirik? Birinci şəxs tək sayda u, yu ola bilər. Birinci şəxs tək sayda u, yu ola bilər. İkinci şəxs tək sayda yeş, yoş ola bilər. Üçüncü şəxs tək sayda yet ola bilər. Yet, yot. Birinci sprijeniyadır. Birinci şəxsdir, cəm saydadır. Yem, yom. İkinci şəxs cəm saydadır. Yeti, yoti. Üçüncü şəxs cəm saydadır. Ut, yut. Əsas odur ki, siz sprijeniyanı qoysaz, bunu da əzbərləsəz, çox yaxşı, məncə öhdəsindən gələrsiniz bu mövzunun. Ən çətin mövzulardan biri sayılır, amma mən sizə inanıram. Mən sizə inanıram ki, siz bunu bacaracaqsınız. Gəlin, cümlələr işləyək. Təbii ki, də mən sizi cümlələrsiz buraxaram da. Ki, beyin qalqılasın, nəyə keçirik? Biz nə etməyə çalışırıq? Yerdəcik problem. Ať, yat, yet şəkilçiləri ilə bitən sözlər hansıdır? Birinci sprijeniyə aid olan sözlərdir. Deməli, birinci sprijeniyə aid sözlər nədir? Читать burada. Açla bitdi, birinci sprijeniya. Гулять. Ятla bitdi, birinci sprijeniya. Играть. Açla bitdi, birinci sprijeniyadır. Работать. Açla bitdi, birinci sprijeniyadır. Отдыхать. Açla bitdi, birinci sprijeniyadır. Deməli, dincəlmək ehtiyacımız olan şeydir. Bizdə birinci sprijeniyada birinci şəxs tək sayda olanda nə olurdu? Birinci sprijeniya, birinci şəxs tək sayda. У, ю. У, ю. Первое спряжение, первое лицо,
в единственном числе. Ую. 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 Tek, tek. Bakın tek. Belə yadınızda saxlayın. Первое спряжение, первое лицо, единственное число. Yəni birinci spряжение aiddir, birinci şəxsdir və tək saydadır. Ую. Ую. Значит, читать. Читаю. Я читаю книгу. Я читаю книгу. Я гуляю в парке. Я гуляю в парке. Я играю в футбол. Я играю в футбол. Я работаю в офисе. Я работаю в офисе. Я отдыхаю после работы. Я жду около дома. Я читаю книгу. Mən kitab oxuyuram. Я гуляю в парке. Mən parkda gəzirəm. Я играю в футбол. Mən futbol oynayıram. Я работаю в офисе. Mən ofisdə işləyirəm. Я отдыхаю после работы. Mən işdən sonra istirahət edirəm. Я жду около дома. Mən evin yanında gözləyirəm. Sonra первое спряжение. Первое лицо, множественное число. Yani первое спряжение, birinci şəxs, cəm sayda. Мы, biz сразу cəm sayda, birinci şəxs, cəm sayı. Мы. Neydi orada? Ем. Мы читаем книгу. Мы читаем книгу. Necə tərcümə olunurdu? Burada mən oxuyurdumsa, burada nədir? Biz oxuyuruq kitabı. Мы гуляем в парке. Мы гуляем в парке. Мы играем в футбол. Мы играем в футбол. Мы работаем в офисе. Мы работаем в офисе. Мы отдыхаем после работы. Мы отдыхаем после работы. Мы ждем около дома. Мы ждем около дома. Yom gördünüz? Yom oldu. Aferin ki yom geldi. Ты. Neydi? Matritsaya gedirik belə. Koyacağım öbür matritsanı koyacağım. Başka lazı yok. Deməli, сразу bilirik ki, читать açdı. Okey. Спряжение bildik ki, birinci спряжение'dir. Hələ ki mövzumuz. Tamam. Первое спряжение. İkinci şəxs. Tek sayda. Ты. Ешь, ёж. Ешь, ёж. Birinci спряжение. İkinci şəxs tek sayda. Birinci спряжение. İkinci şəxs tek sayda. Ешь, ёж. Ешь, ёж. Yəni səndən söhbət gedirsə, yeş, yoş olacaq. Yeş, yoş. Sən, yeş, yoş. Sən, yeş, yoş. Bilmirəm necə yadınızda saxlayın. Rifma ilə şeir yazın. Yeş, yoş. Ya olanda uyu, mı olanda yem, yom. Baxın, elə məncə məni dinləyə yadınızda saxlayasınız. Yəni bu dərsin sonuna artıq əzbərləyirsiniz. Yuxunuzda görəsiniz bu dərsə. Baxdığınız günün axşamı yuxunuzda görəsiniz bu mövzunu. Ты oldu, yeş, yoş. Вы oldu, yeti, yoti. Он oldu, yet, yot. Они oldu, ut, yut. Çok sadə. Okey, gəlin. Deməli, ты читаешь книгу. Ты гуляешь в парке. Ты играешь в футбол. Ты работаешь в офисе. Ты отдыхаешь после работы. Ты ждешь около дома. Ты читаешь книгу. Ты гуляешь в парке. Ты играешь в футбол. Ты работаешь в офисе. Ты отдыхаешь после работы. O yazılır, altı gelir. Ты ждешь, ты. Gördünüz, burada yordum. Bu çok da şey sersemi olsun. Ждешь, yoş. Bu da bize yoş. Около дома. Tamam. Вы. Birinci спряжение. Birinci спряжение. İkinci şəxs cəm sayda. Едете, йоте. Вы читаете книгу. Вы читаете книгу. Вы гуляете в парке.
Вы гуляете в парке. Вы играете в футбol. Вы играете в fутbol. Özüm şey kimi hiss elədim. Aeroportda, samolyotda deyirik, neyse. O uçuş hakkında məlumat verən stewardessi onun kimi danışdım bilmədiniz. Tamam. Вы играете в футбол. Вы работаете в офисе. Вы работаете в офисе. Вы отдыхаете после работы. Вы отдыхаете после работы. Вы ждете около дома. Йоти. Yeti, yoti. Tı gördüksə sözdə. Tı varsa bu söz açla, yetlə, yatla bitirsə yeş yoş olacaq. Bu qədər. Ama başka feilse başka cür olacaq. Tamam. Devam edək. On, ana, ano. Yəni bu üçüncü şəxsdir, tək saydadır. Deməli, birinci sprijeniyyada feilimiz var. Şəxsimiz üçüncü şəxs tek saya aitdirsə, yet, yot. Yet, yot. Он читает книгу. Он читает книгу. Она гуляет в парке. Она гуляет в парке. Оно играет в футбол. Оно играет в футбол. Он работает в офисе. Он работает в офисе. Она отдыхает после работы. Она отдыхает после работы. Оно ждет около дома. Оно ждет около дома. Oo, sonuncudur. Ani. Ani gördüysə, yanındakı feil первое спряжениятsa əgər ut, yut. Первое спряжение ait feil görürsə, şəxsi əvəzliyimiz üçüncü şəxs cəm saydadırsa, ut, yut. Они читают книгу. Они читают книгу. Они гуляют в парке. Они гуляют в парке. Они играют в футбол. Они играют в футбол. Они работают в офисе. Они работают в офисе. Они отдыхают после работы. Они ждут около дома. Bu kadar. Məncə ezberlediniz. Gəlin top gətirək. Первое матрица. Матрица duша var. Первое спряжение. Ait sözlər nədir? Ait, yat, yet, ot. İçdən başqa hamısı первое спряжение. İstisnalar var, onları mütləq qeyd edəcəm növbəti dərsdə. Atla, yatla, yetlə bitən sözlər görürsə первое спряжение. Əgər первое спряжениятsa söz, şəxsdə əvəzlik tək saydadırsa, birinci şəxssə, yəni ya. Belə deyim də, первое спряжениятda feil gördük. Şəxsi əvəzlik yadırsa, sonra olacaq u, yu. Первое спряжениятda feilimiz varsa, şəxsi əvəzliyimiz mıdırsa, əgər biz mənası mı, yem, yom. Yem, yom. Birinci sprijeniyə ait feilimiz var. Şəxsi əvəzliyimiz t'dir. T. Yeş, yoş. Yeş, yoş. Birinci sprijeniyə ait feilimiz var. İkinci şəxs cəm sayda. Yəni, v əvəzliyini görürüksə, yeti, yoti. Yeti, yoti. Yodla yadınızda saxlayın. Yod. Bax, yod varsa, yod. Belə. Sonra, yeti, yoti. Sonra, birinci sprijeniyə ait feilimiz varsa, on, ana, ano, yəni cinsləri bildirən şəxsi əvəzliklər, on, ana, ano əvəzliklərini görürüksə, yet, yot. Yəni, üçüncü şəxs tək sayda, yet, yot. Birinci sprijeniyə ait feil görürüksə, əvəzliyimiz anidirsə, yəni ani, ut, yut. Feilin axırı ut, yut olacaq. Ya da ki, bunu necə bilirik? Üçüncü şəxs cəm sayda, ani. Onu yazır, ani oxunur onu. Görürsünüz. Tamam. Növbəti slayd sonuncudur. Sizə ev tapşırığı verirəm. Ev tapşırığı verirəm sizə. At, yat, yet çəkilişləri ilə bitən sözlər. Nədir? Birinci sprijeniyadır. Uyu olur saytda olaraq. Dəyişir necə? Birinci şəxs tək sayda. Uyu. Cəm sayda. Yem, yom. İkinci şəxs tək sayda. Yeş, yoş. Cəm sayda. Yeti, yoti. Üçüncü şəxs tək sayda. On, ana, ano. Yet, yot. Cəm sayda. Ut, yut.
İndi siz bu sözləri götürürsünüz. Начинать, мечтать, сиять, встречать, болеть. Bu sözləri yaxşı-yaxşı oxuyursunuz və bu formalara salıb yazırsınız rəylərdə. İstəsəz rəydə yazın, istəsəz dəftərinizə yazın. Şəxslərə uyğun olaraq, sayına uyğun olaraq sonluq qoyursunuz. Məsələn, начинать olanda ya olanda nədir? Ya olanda nə ola bilər? Tək saydadır. Ya, mən başlayıram demək istəyirəmsə, ya, начинаю. Onu da deyim. Gedir. Həmin bu sonluq gəlir. Rəylərdə yazsanız mən sizə mütləq şəkildə geri dönüş edəcəm. Yəni düz etmisiniz, yoxsa səhv eləmisiniz. Belə. Bu qədər. Bu qədər deyirəm, amma sözün düzü boğazım ağrıdı. Çənem düşdü danışmaqdan uşaqlar. Ümid edirəm ki, həqiqətən səmimi şəkildə ümidvaram ki, faydalı olur sizə bu dərslər. Öyrənin. Lenin demiş, oxuyun. Oxuyaq. Zehin açıqlığı diləyirəm sizə. Növbəti dərsdə görüşərik. Həmişəki kimi. Necə? Bol-bol sağlıq və sevgi ilə qalın. Sağ olun.